Onu tapa bilməmişdim birinci. Sonra belə gördüm. Tapdım. Attım səni. Okey. Deməli, baxaq görək loop 1-də necədir vəziyyət. Bazı şeyləri yapmamış. Okey, baxaq. Deməli, bunlarda bir problem yoxdur, hə? Xeyr. Onda gəl arxadan önə doğru gedək. Burada nə deyir? Deyir ki, sənə A və B ədədləri verilir. Sən A-dan B-yə qədər ədədlərin birinci kvadratlarını çıxışa verməlisən. Sonra isə tərsdən kubların çıxışa verməlisən. Məsələn, burada 5-in kvadratından başlayıb 10-un kvadratına doğru gedibdir. Aşağıda isə 10-un kubundan başlayıb azala-azala 5-in kubuna doğru irəliləyibdir. Sual şərtində bir problem yoxdur ki. Xeyr. Tamam. Gəl baxaq görək nə yazmısan. A-dan B-yə getmisən, i vur i-ni vermisən. Endline B-dən A-ya getmisən, i++. Okey. Əslində bu həll düzgün həldir. Bugünə qədər məncə time limitlə qarşılaşmamışdın. Time limit elə bir şeydir ki, bax, artıq forları öyrəndiyimizə görə time limit də bir növ öyrənək. Amma burada bir saniyə görüm. 10.000. Okey. Bir saniyə. Bu siz deyirsiniz, kod əgər neçə saniyədən gec işləyirsə, onda səhv edir. Təqribən elə bir şeydir. Belə olanda while-la yazmamız daha yaxşıdır. Yəni bəzi hallar var ki, while daha nisbətən daha sürətlidir. Bir saniyə, bir də bunu məsələn hardaydı? Kodunda bir saniyə bir şey dəyişəcəm görüm. Məncə heç onu eləsək düzələcək. Minus olmalıdır. Okey. Buna görə imiş. Mən sualları qarışdırdım. Sağ ol, özün tapdın. Həm də hər ehtimal bunları long yaz. i minus. Niyə i minus olmalıdır? Çünki o biri forda azala gedir, düzdür? Bəli. Okey. İndi düz olacaq, düz deyirsən. Çünki bax, indi onun səbəbi nə idi və time limitlə baş salacağam elə indidən ki, time limiti nə vaxt verə bilər bizim kodumuz. Sənin kodun nə baş verirdi? Bura i++ yazmışdın. Sənin kodun B-dən başlayırdı və arta gedirdi, düzdür, buradakı ++-ə görə. Bəli. Bu həmişə A-dan böyük olacaq, düzdür? Nə vaxtsa dayana bilər səncə bu for? Xeyr, getdikcə sonsuz dövrəyə girir, düzdür? Yəni Bəli. artıq bu time limitdir. Və time limiti biz bir də nə vaxt ala bilərik? Məsələn, sənin qabağına çıxacaq ki, bax məsələn burada deyib ki, B maksimum 10.000 ola bilər. Sənin qabağına bəzi suallarda çıxacaq ki, n məsələn 1y9 ola bilər. Məsələn, səndə də forda məsələn belə bir həll ola bilər ki, tutaq ki, 1-dən n-ə qədər forun hərəkət eləyə bilər. Artıq sənin forun 1-dən 1y9-a qədər, yəni 10^9-a qədər hərəkət eləyərsə, bu time limit olmuş olur. Forun maksimum fırlanma bir növ kapasitəsi var. For maksimum 1y7, yəni 10^7 ilə 10^8 dəfə fırlana bilər. Əgər sənin forun bundan artıq fırlanmağa davam eləyərsə, bu avtomatik olaraq time limit olur. Yəni sən bir foru maksimum 1y7 ya da 1y8 dəfə fırlada bilərsən. Tamam? Ona görə indi qabağımızda bəzi suallar olacaq ki, məsələn, elə həll olacaq ki, biz forumuzu 1-dən n-ə qədər də hərəkət elətdirə bilərdik. Amma bu time limit olduğu üçün biz daha sürətli bir həll yazacağıq. İndi qabaqda elə sual olsa görsədəcəm. Yəni aydındır, bir for maksimum bu qədər fırlana bilər. Bundan artıq fırlansa time limitdir. Yəni əslində fırlana bilər. Amma bax burada görsən demişdim sənə 1 saniyə. 1 saniyədən çoxa fırlanır əgər 10^9 dəfə fırlatsan sən bir foru. Ona görə biz çalışırıq ki, həmişə 1y7, 1y8 dəfə fırladaq. Okey, bu sualı. Bu sualda nə deyir? Deyir ki, sənə n ədədi verirəm. N ədədinin tək rəqəmlərini çıxışa ver.
Daha doğrusu neçə dənə tək rəqəm var, onu say, çıxışa ver. Biz bir n ədədinin rəqəmlərinə necə baxırdıq? N faiz 10 böl Aha. 10. Aysa, ona da nədə baxırdıq? Nəyin içində? While Aysa, while-ın içində. Nə deyirdik? N sıfıra bərabər olmayana qədər sən bu prosesi davam elətdir. Hər dəfəsində mənim sonuncu rəqəmim nəyə bərabər olurdu? N faiz 10-a. Və mən hər zaman n-i nəyə bölürdüm? 10-a bölürdüm. Bizə indi nə lazımdır? Tək rəqəmlərin sayı lazımdır, düzdür? Mən onda bir dənə nə götürüm burada? Bir say bərabər 0 dəyişəni götürüm. Və saymağa başlayacağıq. Saymağı necə saya bilərəm ki, bu rəqəm məsələn təkdir yoxsa yox? Necə yoxlayım? Yəni əgər i faiz i 2 yox, əgər i faiz 2 bərabər deyilsə 0, onda siyahıda ver. okey, i var gör bizdə. N. Yox, n ədəddir. Bizim rəqəmlərimizə Aa, baxdığımız son, dəyişən son, hansıdır? Sondur. Son faiz 2 bərabər deyilsə 0-a neyniyək? Bunu siyahıda ver. Yox, sayı artıraq. Bizə sayı lazımdır axı bunun. Bəli, başa düşdüm. Tamam. Yəni sən sayırsan ki, bu son təkdirsə sayımı artır və onu çıxışa ver. Bu gedəcək hər dəfəsində n ədədinin fərqli rəqəmlərinə baxacaq. Deyəcək əgər baxdığım indiki rəqəm təkdirsə sən sayımı artır və davam elə fırlanmağa. Tamam? Proses aydındır? Bəli, başa düşdüm. Bunları evdə mütləq tamamlayarsan. Olur. Okey. Bəs burada deyir ki, məsələn, bizə bir n ədədi verilir. N ədədini tərsdən çıxışa verməliyik. Səncə bunu necə eləyə bilərik? Bunu eləmək olar. Aha, necə eləyə bilərik səncə? Yazıq A-dan B-yə gəlir. Yox. In son, siyahıda sonu veririk. Ay, sağ ol. Niyə? Çünki biz n ədədinə arxadan baxmağa davam edirik. Düzdür, arxadan gəlir rəqəmlər birinci bizə. Yəni məsələn, mən 1234-də birinci 4-ü görürəm, sonra 3-ü görürəm, sonra 2-ni, sonra 1-i. Yəni arxadan qabağa doğru gedir. Ona görə mən hər dəfəsində sonu çıxışa versəm, nə baş verəcək? Mən ədədimi tərsdən çıxışa vermiş olacağam. Düzdür? Bəli. Bax, ədədin tərsini tapmağın 2 dənə üsulu var. Biri belədir. Bu vizual olaraq tapmaq deyirik bizə. Yəni, bu əslində bir ədəd deyil. Məsələn, ola bilər ki, səndən, görün bir dəqiqə, burada elə bir sual var idi, bu yarışda. Yoxdursa, o biri yarışda deyərəm onu. Hələ ki, okey, hələ ki qalsın o, deyəcəm onda. Deməli, T sualda belə. T sualda aydın oldu. Bəli. S sualı. S sualına nə deyir? Deyir sənə n ədədi, bir saniyə baxın, bəlkə yazarsan birdən bunları. Yox, bunları yazmamışam. S sualı. Deyir sənə n ədədi verilir. N ədədinin bölənlərinin cəmini tap. Demişdik, bir ədədin bölənlərini necə tapa bilərik biz? Bax, gəl biraz da sadələşdirim. Hər hansısa bir ədədin, məsələn, n ədədinin bölənləri hansı aralıqda yerləşə bilər? Birlə həmin ədədin aralığında. 1 və n aralığında yerləşə bilər. Və biz hər bir ədədi bir-bir yoxlamalıyıq, düzdür? Ki, bu bölünür yoxsa yox. Yəni, mən dəqiq deyə bilmərəm də hər hansısa bir n ədədi üçün, məsələn, 1, 3, 5-ə bölünəcək. Ona görə, bax, başlama nöqtəni bilirsən, bitmə nöqtəsini bilirsən. Bir dənə for açırıq. 1-dən davam eləyirə qədər, n-in özünə qədər. Və i plus plus. İndi, mən necə yoxlaya bilərəm ki, n ədədim bu i bölənlə bölünür yoxsa yox? i faiz n bərabərsə. Tərsinə. N-in i-yə qalığını tapırsan sən. Bəli. N faiz i 0-a bərabərdirsə, bizə nələr lazım idi? Bu bölənlərin cəmini tapmaq. Onda nə edə bilərəm? Siyahut i. Cəm. Plus. Başda birinci sonra cəmi tapmaq üçün birinci nə etməliyəm? 1 + 1 = 2. 2 + 1 = 4. 2 + 1 = 6. 2 + 1 = 8. 2 + 1 = 9. 2 + 1 = 10. 2 + 1 = 11. 2 + 1 = 12. 2 + 1 = 13. 2 + 1 = 14. 2 + 1 = 15. 2 + 1 = 16. 2 + 1 = 17. 2 + 1 = 18. 2 + 1 = 19. 2 + 1 = 20. 2 + 1 = 21. 2 + 1 = 22. 2 + 1 = 23. 2 + 1 = 24. 2 + 1 = 25. 2 + 1 = 26. 2 + 1 = 27. 2 + 1 = 28. 2 + 1 = 29. 2 + 1 = 30. 2 + 1 = 31. 2 + 1 = 32. 2 + 1
İyini elə bir, nə deyim, yadda saxlasın, sonra getsin baxsın. Yo, bax, tələsmə. Bax, məsələn, bayaq sayı tapanda birinci getdik, nə yaratdıq? Son. El cəm bərabərdir 0. Sən Aa, axı bəli. bir dənə əlində dəyişənin olmalıdır ki, sən bunların üstünə zamanla gələ-gələ gedəsən. Bayaq biz niyə say götürdük? Sayı plus eləyirdim mən orada. Əgər sən cəmi götürməsən, bu cəmi necə hesablaya bilərsən ki burada? Heç cür. İndi artıq cəm var, sən nə deyə bilərsən? Cəm həmişə bərabər olsun cəm plus i-yə. Və siyahıda cəmi verə bilərsən. Hasilini tapmaq istəsəm nə edəcəkdim? Onda L hasil bərabərdir 1. Sonra da hasil vurulsun i bərabərdir h, siyahıda h-nı. Okey. Aydın oldu bu cəm, hasil, sayı necə tapırıq? Bunları qarışdırmayasın. Bəli. Tamam. Ya qarşılayın. Okey, deməli R sualı. R sualına deyir ki, sənə T dənə, bax, birinci T rəqəmi verir sənə. Gedək bu T-ni birinci sin eləyək. Sənə deyir ki, sənə T dənə V və Y dəyişəni verəcəm. T dənə belə dəyişənləri almaq üçün mən nə edə bilərəm? Bir for aça bilərəm. Bu T dəfə fırlansın. Düzdür? T dəfə fırlanırmı bu? Mənə hər dəfəsində nə gələcək? V və Y dəyişəni. Hər dəfəsində bunları nə edəcəm? Sin eləyəcəm. Bax, bu inputa fikir ver. Birinci T verib bizə. T dənə altda 2 rəqəmlər veribdir. Görsən 2 verib, 2 dənə də rəqəmlər verib. Məsələn 3 versəydi, altda bir dənə də ikilik cütlük olacaqdı. Yəni elə bil T dənə bizə durmadan 2 rəqəmlər verir. T dəfə dövr elətdirdim forumu. Hər dəfəsində 2 dənə rəqəmi input eləyirəm. İndi gedək baxaq görək bizdən nə istəyir. Bizdən bu F-i tapmaq istəyir, düzdür? Əlimizdə V çıx Y var. Bax. Belə bir düstur verib bizə. Buradan F-i necə tapa bilərəm riyazi olaraq? F nəyə bərabərdir? Aysa, nə eləyəcək? 2 çıxılsın V. Üstə gəl Y. Bizdə V ilə Y varmı? Bəli. Onda yerinə qoysam nə verəcəm mənə? F. Güzel. Sual bitdi. Gəl yoxlayaq. Bizdən burada F istəyir. Aha, F istəyirdi. Aydın oldu sual. Ops, səhv şey kopyaladım. Altı və 4. Okey. G sualı. Deyir ki, sənə break və continue demişdim, düzdür? Bəli. Okay. Break nə edirdi? Break'in dayandırırdı həmin o verəcəyimiz yerdə. Continuous. Continue o elərin oradan davam edir. Yəni, məsələn. Belə bir şey yazsam, necə bir çıxış görəcəyik ekranda? Məsələn, 1, 2, salam, 4, 5 verəcək. Okay. Bəs bunu silsəydim? Onu silsəydi sənə 1, 2, yox. Onu silsəydi sənə salam verəcəkdi də burası. Hamısını. Yəni, məsələn, birinci nəyə verəcəkdi? 1-i. Sonra 2-ni. Sonra 3-ü, 4-ü. Salam getdi.
Yo, salamı verəcək sonra dayanacaq idi. Yox, niyə? Yoxsa Dayandırdım. ondan sonra da salam verəcək. Yox, qarışdırdım. Bax. 1 ilə 2-ni verdi. Düzdür? I bərabərdir 3. Üçüncüdəyik bu dəqiqə. I 3-ə bərabərdir. Bəli. Getdi salamı verdi. Axı burada altda siyahıta i-ni də verirəm mən. Ona bir şərt qoymamışam ki, vermə. Gedir 3 də verir. Sonra 4 də verəcək, sonra 5 də verəcək. Bəli. Yaxşı, break eləsəydim. Break eləsəydiniz ki, orada 3-də salam verəcək, dayanacaq idi. Yəni ümumi çıxışımız necə olacaqdı? 1, 2, salam. Ay sağ. Okay. İndi bizə deyir ki, sənə bir n ədədi verirəm. N ədədindən böyük, amma ilk 2-yə və 3-ə 5-ə bölünməyən ədəd tap. Bax, sənə 4 verir. Deyir ki, bu 4-dən sonra ilk elə ədədi mənə denən ki, nə 2-yə bölünsün, nə 3-ə bölünsün, nə də 5-ə bölünsün. Belə ədədi tap, çıxışa ver. Məsələn, 5-ə baxır, bundan sonra deyir ki, 5-ə bölünür, bu getdi. 6-ya baxır, deyir bunların ikisinə də bölünür. 7-yə baxır, deyir ki, nə buna bölünür, nə buna, nə də buna. Artıq mən istədiyimi tapdım. Necə yaza bilərik səncə? Orada yazır if birinci yerin 10 daxili. Sonra for. For. O şərtləri. Hansı şərtlər? Int i bərabərdir n. Sonra i böyük bərabər olana qədər n. Sən hardan bilirsən ki, bu for nə vaxt dayanacaq? Yəni bu şərti necə qoya bilirsən? Axı bilmirsən ədədin harda dayanacaq. Yəni n-dən zaten kiçik. Yox. Bax, sənə ümumən burada forla hərəkət eləmək biraz daha çətindir, nəinki while-dan. Məncə bu sualın biraz fərqlisinə baxmışıq. Bax, bizim şərtimiz nədir? Ədədimiz 2-yə, 3-ə, 5-ə bölünürsə, hər hansısa birinə bölünürsə, bu davam eləməlidir axtarmağa, düzdür? Bəli. Onda mən bir while açsam, desəm ki, n faiz 2 bərabərdirsə 0-a, or n faiz 3 bərabərdirsə 0-a, or n faiz 5 bərabərdirsə 0-a. Sən get n-i artır. Məsələn, 4 üçün nə baş verəcək? Bax, gəlib yoxlayacaq. 4 üçün bu şərt ödəyir. Bəli. Gedir n-i artırır, eləyir 5. Gəlir 5-ə baxır. 5 üçün ödəyir bu şərt. Xeyr. Niyə? Yox, 5-ə bölünür axı, ödəyir. Gəlir yenə n-i artırır, 6. 6 üçün ödəyir bu. Bəli. 6-nı yenə artırdı, 7. 7 üçün ödəyir. Xeyr. Artıq nə edir? Dayanır. Və n-imizi istədiyimizi tapdıq biz. Aydın oldu, sən bu şərti gedib forun, bax, yadında saxla. Forun bu hissəsi də, sən bu hissəsində də gedib bu şərti yaza bilərdin. Bax, burada. Sadəcə forda biraz qəribə görsənir. Ona görə belə sadəcə sənə əsas şərt lazımdır deyə while-la yazmağın daha məntiqlidir. Amma bizim bir dənə də problemimiz var. Məsələn, mən 7 versəm, səncə nə olacaq bizim çıxışımız? 7-nin özü. Amma bizə nə deyir? Deyir ki, özündən böyük olsun. Yəni, özü bölünsə belə onu qəbul eləmirəm. Özündən mütləq böyük olsun. Neyniyə bilərəm onda? If yəni bu şərtlərin hansısa birinə ən birinci də bir ədədimiz ona tabe deyilsə, yenə plus yazayım. Ay, sağ ol. Yəni, onda mən uyğun olan şərti necə yazsam? Hamısına bölünürsə, düzdür? Bəli. Hamısına bölünürsə, n-i artır.
Eni artırandan sonra mı artıq gəlib 8-dən başlayacaq axtarmağa və ondan sonra da bu while-a artıq girə biləcək bu. Hamısına bölünmürsə, yoxsa hamısına bölünürsə? Bax, hə, düz deyirsən. Bölünmürsən. Bunlar onda nə qoyuruq? Nida qoyuruq. Belə deyirdin. Bəli. Okey, bu sualda belə. İndi M sualım burada yaz. M sualında sənə deyir ki, sənə yenə n ədədi verilir. N ədədinin tək rəqəmlərinin hasilini tap. Birinci o tək sualı o elə yazandan sonra burada -1 var. Hələ ki o -1-ə baxma. Birinci tək rəqəmlərin hasilini tap. At submit elə bura. Ondan sonra o -1-i də bir yerdə eləyəcəyik. Sən tək rəqəmlərin hasilini tap. Çətinlik var. Yenə mi alınmasa deyirsən? Tamam. Bunun formla eləməliyəm, yoxsa var mı sizə? Ədədin rəqəmlərinə bayaq necə baxırdıq? Var mı?
Alnı. Bir de sen. Tamam, tələsmə. Sadəcə nəsə qarşılıq olsa ona görə deyirəm. Deyim buna. Oldu. Mənim alınmadı, mən də eləyə bilmirəm. Hansı hissəsini yazmısan? Yazdığın hissəni at kodunu submit elə baxaq. Yazdım ki, hello, sin and bizi sənə atıram. At. Bax, ədədim rəqəmlərinə necə baxırıq? Bax, məsələn, ümumən təkliyi falan qoy qırağa hamısını. Sən ədədin, məsələn, biz rəqəmlərə necə baxdıq? O while-ı yazmaq hardan gəldi ağlımıza? Bax. Məsələn, dedik ki, bunun sonuncu rəqəmini necə tapırıq? n% ondan, düzdür? n%. Dedim mən bəs bunu tapmaq üçün nə etməliyəm? Birinci bunu N böl 10-a on. bölməliyəm, düzdür? Böldüm 10-a. Bəli. 10-a böləndən sonra ədədim nə oldu? Biraz daha balacalaşdı. İndi nə ilə? İndi bu 4-ü necə tapa bilərəm? Onda verir 4 bizə. n% yenə. Aha. Mən soram, yenə 3-ü necə tapa bilərəm? 3 faiz 10 yenə. Yox, böl 10 yenə faiz 10. Ya hər dəfəsində birinci bölürəm ki, ona ədədim biraz kiçilsin, sonuncu rəqəm elə bil mənim istədiyim olsun. Mən onda n% eləyərək tapım, düzdür? Bəli. Nə vaxta qədər bu prosesi davam elətdirirəm? O n sıfıra bərabər ona görə. Ay so. Onda sən bura nə yazmalısan? N N sıfıra. bərabər deyilsə 0. Sən ay sağ ol, davam elə. Sonra burada bir dənə nə çatışmır? N-i nəyə bölməyin çatışmır? n%-unu tapırsan, okey. Amma n-i ona bölmürsən. Bax, yadında saxla. Faiz sənə orada nəsə əməliyyat olaraq ədədin üstündə nəsə eləmir. Sadəcə sən əsas əməliyyatın əslində o bölmə əməliyyatıdır. Faiz sən eləyəndə sadəcə sən elə bil ki, sən həmişə bilirsən ki, ədədin sonuncu rəqəmin faiz onunla tapırsan. Bunu bildiyimiz üçün sən elə bil ki, bu rəqəmi götürə bilirsən buradan. Sonra deyirsən ki, bəs mən bu rəqəmi necə götürüm? Deyirsən, qoy birinci 10-a bölüm, ədədim kiçilsin, bu 4 məndə olsun son rəqəm. Mən yenə son rəqəmi necə tapacam? Faiz 10-dan. Sən hər dəfəsində faiz 10 eləyəndə bu rəqəmlərə bir-bir baxa bilirsən. Böl 10 elədikcə də ədədin kiçsə gedir. Yəni ona görə səndə birincisi burada böl 10 yoxdur. İkincisi, sən ədədinin təkliyini indi necə yoxlayasan hansısa rəqəminin təkliyini? Bayaq necə yoxlamışdıq? Onu bölür faiz 10, sonra yenə 2 dəfə faiz 10, sonra böl 10. Yox, bax. Səndə son nəyi göstərir? Səndə rəqəmlərini göstərir ədədinin, düzdür? Sənin indi nə lazımdır? Tək rəqəmlərin hansısı lazımdır? İndi tək rəqəm olduğunu necə yoxlaya bilərsən? n%2 bərabər deyil. N səndə rəqəmdir. Yəni ədəddir daha doğrusu. N səndə o, bax budur. N səndə budur. 12345-dir. Sonun faizi 2. Hə. N səndə gələn səfər olacaq 1234. N səndə olacaq 123. N heç vaxt bu tək rəqəmi göstərmir. Sənə tək rəqəmi göstərən nədir?
Son. Sondur. Ay sağ ol. Ona görə sonun 2-yə qalan qalığını tapmalısan. Və bayaq elədiyin o hasili necə tapdığını mən səndən soruşandakı hasili bəs necə taparıq? Eyni şeyi indi orada yazmalısan. İndi bu dediklərimi Bəli. əsasən bir də yoxla. Alınacaq, narahat olma. Alınmayacaq, yenə baxacaq. Yazdım ki while n böyüdür sıfırdan int son faiz 10 sonra if son faiz 2 beraber değilse 0 həmin sonu vururam özünə. Niyə? Ondan sonra gələn Hasili necə tapırdın sən bayaq? hasil bərabərdir 1. Yaratdı bəs onu. Sən axı sonu bir-birinə vura-vura gedirsən, o sən necə yadda saxlayacaq ki, nədir? Sən gələn səfər sonun başqa şeyə bərabər olacaq. O hasil 10 verirsin. Sonra
Hasili də yazdın. Bəli. Submit elə baxım. Bəs hasil? Hasili tapmamısan axı. Yuxarıda yazmışam. Okey, yazmısan. Bəs hasili vura-vura kim gedəcək? Bayaq biz cəmi falan necə tapırdıq? O sonu. Bax. Birincisi orada hasil bərabərdir 1 yazmısan. Sən hasil bərabərdir 1 ilə dəyişəni yaratmamısan. Bax görürsən error verir. Sən bunun hasilin ll-i hanı? Sən təkcə n yaza bilirsən, məsələn bura yaza bilmirsən. Ona görə mütləq bura ll lazımdır. Yəni sən dəyişən yaradırsan. Hasil xüsusi bir şey deyil. Yəni bu hasili istədiyin adı qoya bilərsən. Yəni x də qoya bilərsən. Sadəcə ll ilə yaratmalısan ki, yarana bilsin o. Və sən burada yaratmısan hasil bərabərdir 1. Hə, okey. Bunu yaratdın. Bəs bunu gəlib məsələn də yazıram indi mən həmin şeyi bura. Deyirsən ki, son faiz 2 bərabər deyilsə 0-a. Hə, buranın için boş qoymuşsan. Bəs buranın içinə nə yazmalıyıq biz? Yəni sən burada hasili tanıtmısan. Bu hasili tanıtmanın məqsədi nədir? Onu yəni vurmaq üçün də Aha, bəs indi necə vuraq onu? Son vurulsun hasil siyah. Son vurulsun hasil yox, tərsi. Hasil vurulsun son. Bax, Eyni şeydir o. belə yazsan eyni şey deyil. Belə yazsan, bu hər dəfəsinə gedib sonu hasilə vuracaq. Yəni hər dəfəsinə hasil 1-ə bərabər olmuş olacaq. Yəni sən gedib Bəli. sonun üstündə hasil tapırsan elə bil, amma belə yazsan artıq gedib hasilin get-gedə dəyişəcək. Yəni bu nə deməkdir? Hasil bərabər olsun, hasil vur sona. Amma sən bayaq dediyin son vurulsun hasil idi. Sən elə bil ki, hər zaman sonu sona bərabər eləyirsən də, yəni son vurulsun 1 yazırsan. Bunun nə mənası var ki zaten? Yəni ona görə hasil bərabərdir, həmişə hasil vurulsun son yazırıq ki, birinci səfər 1-ə bərabər olsun. Gələn səfər gəlsin, məsələn, burada 5-i görsün, hasil olsun 5. Sonra 4-ü görsün, 5-i geçsin 4-ə vursun. İndi cəmidə tapsaydın məsələn, bura bir cəm bərabər 0 yaradacaqdın və cəmin də bərabər olacaqdı cəm plus sona. Yəni sən buranın için boş qoymuşdun. Bura heç nə eləmirdi sənin koduna. İndi aydında hasil necə tapırıq? Bəli. Və sənin bəs burada n bərabərdir n bölün hanı? Onu niyə yazmadın? Biz hər zaman n-i ona bölməliyik axı, ədədimiz kiçilə-kiçilə getsin. Yoxsa o while dayanmazaq heç bir zaman. Və biz başqa-başqa rəqəmlərə baxa bilmərik. Ona görə hər zaman n-i nəyə bölməliyik? Ona bölməliyik. Nəyi çətin gəlir bu rəqəmlərin tapılmağı? Yəni hansı hissəsini yadında saxlayanmırsan? Yavaşım çaşıram biraz. Harasında? Yəni nəyi çaşdırıcı gəlir? Mövzunun özü. For-la while? Bəli. Okey, indi zamanla düzələcək o. Sadəcə, yəni özünü çətinə salma da. Yəni sadəcə sən nə isə bir növ harasa qədər fırlatmaq istəyirsənsə, yəni sənin başlama nöqtən var və yaxud da şərtin var ki, mən bu şərt boyunca filan hərəkətləri təkrar eləyəcəm. Əgər belə bir şeylər eləyirsənsə, sən ya for lazımdır, ya da while lazımdır. Məsələn, sən gedib Cout-a 1-dən 5-ə qədər ədədləri çıxışa verə bilərsən əlinlə. Amma sənə nə vaxt ki 1000, 10.000 olarsa, sən onda bunu for-la və yaxud da while-la eləməlisən. Çünki sən gedib bunu dayanmadan eləyə bilmərsən. Sən də bir yerə qədər yaza bilərsən də. Amma for-a sadəcə nə əməliyyatı verirsən? Cout-a getsən i-ni ver. O gedib avtomatik olaraq i-ni dəyişəcək, Cout eləyəcək. I-ni dəyişəcək, Cout eləyəcək. Amma sabit dəyişməyən şey nə qalacaq? O hər zaman Cout-a gedib i-ni verəcək. Yəni sənin təkrarlanma əməliyyatın nə idi? Hər zaman Cout-a bir rəqəm vermək. Təkrarlanan bir şey var? Var. Onda sənə nə lazımdır?
For və yaxud da while lazımdır ki, sən bunu səmərəli üsulla eləyə bilərsən. Dediyim kimi, bəzi şeyləri eləmək olar forla while-sız. Sadəcə bunun üçün çox uzun şeylər yazmaq lazımdır. Yəni imkansızdır onu eləmək. Ona görə for və while bizim işimizə orada köməyə çatır. Və sən burada rəqəmlərə baxanda özünü çaşdırma. Bax, hər zaman sən bilirdin ki, bundan əvvəlki suallarda belə son ədədin ən axırıncı rəqəmi necə tapırsan? Hər zaman deyirdin ki, n%10 eləyirik. Yəni və yaxud da qabağında n/1% yazırdıq. Yəni hər zaman bu dəyişməyən şey budur. Və mən indi ədədim neçə rəqəmlidir bilmirəm. Amma mən hər zaman o rəqəmlərə bir-bir baxmaq istəyirəm. Məsələn, belə bir rəqəmlərə baxmaq istəyirəm. Buradakı bütün rəqəmlərə baxmaq istəyirəm. Okay. 5-ə baxdım. Bu n%10-dur. Bəs mən 4-ə necə baxacam? Mən sabit bildiyim şey nədir? Hər zaman n%10 eləsəm mənə sonuncu rəqəmi verəcək. Onda mən bu rəqəmə baxandan sonra bir növ bunu itirirəm. Artıq bunu itirmək üçün nə etməliyəm mən? Hər zaman n-i ona bölməliyəm. Sən ona bölə-bölə davam eləyəsən, bütün rəqəmlərinə baxasan bunun. Nə vaxta qədər? N-in 0 qalana qədər. Yəni görürsən, burada da bir təkrarlanan bir şey var. Təkrarlanan bir şey nədir? N-in ona bölünməsi. N ona bölünəndən sonra artıq sənin işin bir növ təkrarlanan bir o dediyim kimi dairənin, çevrənin içinə girir get-gedə fırlana. Zamanla da daha çox başa düşəsən, amma yəni məncə çətin bir şey yoxdur. Yəni bilirsən, sadəcə özünü biraz qorxusursan ya bu suala başlamamış. İndi hasilin tapılmağa aydın oldu burada. Bəli. Tamam. Bax, indi bizə bir dənə də deyir ki, əgər səndə heç bir tək ədəd yoxdursa, siyahıda -1 ver. Mən necə yoxlaya bilərəm ki, mənim n ədədimdə tək rəqəm var yoxsa yoxdur? O sona gələcək, yəni ən axırıncı ədədə gələcəyində görsə ki, heç nə yoxdur, onda -1 versin. O necə bilə bilərik ki, heç nə yoxdur? Necə müəyyənləşdirə bilərik? Onda əgər son faiz 2 bərabərsə 0. Okay, bərabər 0 olanda, yəni ola bilər ki, məsələn belə bir ədəd olsun. Məsələn. Okay, deyəcək ki, 4 cütdür, 2 də cütdür, amma nə olsun, 3 təkdir, əsas odur. Bax, sən məsələn burada tək olub olmadığını necə elədin? Yəni öz beynində necə yoxladın? Getdin, yoxladın bütün rəqəmləri və beynində saydın, düzdür? Yəni bir dənəsi var artıq. Burada biri də olsaydı deyəcəydin ki, artıq 2 dənəsi var beynində. Amma belə eləyəndə nə deyirsən? Saymağa çalışsan görürsən ki, dəyişmir hə beynindəki say. Elə 0 olaraq qalıbdır. Çünki heç bir tək ədəd yoxdur. Düzdür? Bəli. Biz bayaq tək rəqəmləri necə saydıq? Yəni sayı necə sayırdıq? Bundan əvvəl. Onu hərəsləmə. Necə? Hər dəfə biz onu faiz eləyəndə o evin bir dənə çoxalırdı da həmin. Yox, başa düşdüm. Bayaq məsələn bizdə sualda var idi ki, tək rəqəmlərinin sayını tap. O sayı necə tapırdıq? Onda faiz 2 bərabər deyildi 0. Sonra sayı verildi. Hər o faiz 2 0-a bərabər olmayanda say çoxalırdı. Bir dənə onda nə götürürəm? Başda say götürürəm. Nəyə bərabər olur? 0-a. Sayımı hər zaman nə edirəm? Artırıram. Düzdür? İndi mən nə vaxt bax bu saydan istifadə eləyərək mənə deyə bilərsən ki, hansı halda heç bir tək ədədim yoxdur məndə? Say 0-a bərabər olanda. Ay sağ ol. Say 0-a bərabər olanda siyahıda gedib nə versin? Hələ -1. Əks halda. Əgər sayım Onda 0 deyilsə. Həmin o ədədlər. Nə ədəd deyil axı, biz nə hesablayırdıq? Bizdən ən başı nə idi? Bizdən deyildi ki, tək rəqəmlərin hasilini tap. Hələ hasil. Hasildə burada çıxışa verəcəkdik. Aydın oldu? Bəli.
Bu heç for-la while-a ehtiyac yoxdur. Elə birbaşa gedib 200 DN-nizi tapa bilərsən sən. 200'ün eni verir. İçinde həmin o şeydə stepində eləyirlər. Yox, yəni məsələn bunu kodda necə göstərə bilərsən? Hə, povla. Aha, pov 2 üstü n, düzdür? Bunu necə göstərə bilərsən? Onu da pov 200'ü en. Sən gedib bunları toplayırsan, sadəcə çıxışa verirsən. Heç burada forluq bir şey yoxdur. Aydındır? Bəli. Okey, gedək bu piki yarışına. Birdən səndən neçəsi qalıb? Bir dənə baxaq. 1, 2, 7. okey, gəl başlayaq onlara. Mən 1 saniyə çox üzrəm. 2 dəqiqə. Aha, tamam. Gəldim mən. Okey. Birincisi burada fərqli görəcəyimiz sual tipi belə bir şeydir ki, deyir ki, sənə durmadan ədədlər verirəm və nə vaxt ki verdiyim ədəd 0-a bərabər olarsa, bu prosesi dayandır. Yəni elə bir ki, kodun sənin əslində ədədləri durmadan daxil eləyəcək və 0 daxil olunan anda kodun dayanacaq. Və sənə deyir ki, verdiyim ədədlərin hamısının cəmini tap. Yəni məsələn, burada 7 verib, -1 verib, 4 verib, -6 verib və 0-ı da verib ki, artıq dayandır. Bunların da cəmi 4-dür deyə biz çıxışa vermişik. Bax, belə tipli sualları belə eləyirik. Birincisi, belə bir şey yazırsan. Sənin bir n-in var və hər dəfəsində bunu durmadan daxil eləyəsən, düzdür? Bizə təkrarlanan proses indi nədir? Ədədimizin dayanmadan daxil olması, düzdür? Ona görə bunu belə yazasın. While-ın içində sin n yazasın. Yəni sənin başqa bir şeyin yoxdur. Sən hər dəfəsində ədədləri daxil edirsən. Yəni düşün ki, elə bu şərt kimidir və bu şərtdə hər zaman ödəyir hələ ki. Yəni bu elə bir ki, proqrama artıq ədədləri burada yoxdur da, bunun içində daxil elədik. Yəni bu gedib hər dəfəsində fırlananda yeni bir ədəd alacaq proqramdan. Aydındır hələ ki bu yazılır. Bəli. Biz nə vaxt dayandıracağıq proqramı? En 0'a bərabər olan. Onda n 0-a bərabər olana nə edeyim mən? Break. Break edeyim. Və bizə nə lazım idi? Cəm lazım idi. Bir dənə cəm 0 götürürəm. Hər dəfəsində nə edeyim? Hər dəfəsində onları cəmləyir. Yəni cəm nəyə bərabər olur? I plus I. I var burada. N daşıyır.
Cəm plus bərabərdir n. Yəni hər dəfə sən gedib cəmin üstünə o n-ləri gələsən. Və Cout-a da gedib cəmi çıxışa verəsən. Gəl indi baxaq məsələn. Bax, əlimizlə daxil eləyək. Bax, məsələn, 7 mənfi 1. Görürsən, proqram hələ də dayanmır. 4 mənfi 6. 0 verəndə artıq nə edəcək? Onda dayanacaq, sonra gedib cəmləyəcəyik. Zaten cəmləyir. Bax, hər bir ədəd gələ-gələ cəmləyir onları. Bax, məsələn, 7 gəlib artıq cəmin dəyişibdir sənin. Mənfi 1 gəlib, sonra yenə dəyişib. 4 gəlib, yenə dəyişib. Mənfi 6 gəlib, yenə dəyişib. Artıq 0 gələndə bura düşməmiş, deyir ki, n 0-dır və bunu break elə. Və gedir də Cout-a cəmi də çıxışa verir. Aydındır? Bəli. İndi, bunun ikinci versiyasında deyir ki, verdiyim ədədlərdən neçəsi mənfidir, onu çıxışa ver. Sayını çıxışa ver. Neçəsi mənfidir. Necə eləyə bilərik? Yəni, sənə ədədlər verəcək yenə. Deyir ki, neçəsi mənfidirsə, onları çıxışa ver. Sayını çıxışa ver. 0-dan balaca olanda. Okey, necə yazaq indi onu? Yəni, necə saya bilərik ki, neçə dənə mənfi ədəd var bizdə? N əgər 0-dan balaca olarsa, onda say bir dənə yeyək. Yəni, say. Burada say 1-ə bərabərliyim. Yox, 0-a. Okey, sonra nə edeyim? Sonra orada n 0-a bərabər olanda hər dəfə say elə bir dənə arasında plus. N 0-a bərabər olanda Yox, 0-dan kiçik olanda. say neynəsin? Artsın. Çox azdır. Və Cout-da gedib nəyə verək? Sayı verək. Bu bizə nəyə qaytaracaq? Mənfilərin sayı. Desəydi mənfilərin hasilini tap. Mənfilərin hasilini tap. Onda 1 verəcəkdim. Sonra da vuracaq idim. Hasil bərabər olacaqdır. Hasil vurulsun n-ə. Tamam. Sonra burada. Bax, bunlar oxşar suallardır. Deyir ki, cüt ədədlərin cəmini tap. Tək ədədlərin sayını tap. Neçə dənə ədəd var, onların sayını tap. Bax, bu suala baxanda diqqət elə. Sən ədədlərin sayını istəyir, amma 0-ı saymırsan, yaxşı? 0 odur ki, sadəcə proqramı dayandırır. Yəni, burada neçə dənə ədəd var? 4 dənə ədəd var, sən bunları sayıb çıxışa verməlisən. Bunlar hamısı bir-birinə oxşar suallardır. Oxşar olmayanlardan baxaq. Məsələn, A sualı, loop 1-də. Burada hansı sual idi? Bax, bu sual var idi. Bu sualı yazmısan məncə, düzdür? Bəli. Bu sualı necə yazmısansa, eyni ilə bu sualda odur. Sadəcə bu suala deyir ki, 4 rəqəmlidir və 4 dənə rəqəmdə bir-birindən fərqli olan ədədləri çıxışa ver. Buradakında istəyir ki, hamısı tək olsun. Buradakında istəyir ki, bax, bu F, X, Y, Z bir-birindən fərqli ədədlər olsun. If-də gedib sadəcə onu yazasın. Gəl indi baxaq B sualına. B sualında bizdən belə bir cəmi hesablamağımızı istəyir. Və bu arada bunu biz double-lan eləməliyik. Çünki məsələn də 1-i 6-ya böləndə və yaxud da 1-i 7-yə böləndə biz bu cəmi double-lan tapmalıyıq. Sağ olun. Sağ olun. Çünki bu tam ədəd deyil. İndi, səncə bunu necə hesablaya bilərik? Bax, belə bir cəm var bizdə. N-ə qədər gedir. N-1 vurulsun N.
Yoxsa n vurulsun n plus 1. Bunu necə hesablaya bilərik səncə? Bax, həmişə aşağıda duran ədədlər necədir? Biri i desək, o biri nə olur? i plus 2. i plus 1, 1. 1. Birdən başlayır, hara qədər gedir? N-ə qədər. Okey. Onda mən bir saniyə. Okey. Gələ hər şeyi double-dan götürəyimmi? Götürə bilərik məncə. Okey. Bax, n əslində belə də götürə bilərdik. Çünki orada deyir ki, n tam ədəddir. Amma biz double götürəcəyik ki, çünki double-la hesablaya gedəcəyik. Çünki 1-ə böləcəyik həmin hasilləri. Ona görə double n deyirəm. Daxil eləyirəm bunu. Formumuzu da int-dən yox, artıq double-dan başladırsan. Çünki yenə bizə double ədədlər lazımdır. Double i bərabərdir 1-ə. Davam eləyir hara qədər? N-ə qədər i plus plus. Bax, bizdə hər zaman, məsələn, bu cəmi necə yaza bilərəm bir ifadə kimi? Elə bayaq yazdıq hətta. Yəni, bunu bir i ilə əvəz eləsəm. Onda olur 1 bölünsün, i vurulsun, i plus 1. Ay, sağ ol. Yazırıq ki, bura 1 bölünsün, double olsun, 1 bölünsün, i vurulsun, i plus 1. Bir də bunu mötərizəyə alırıq ki, birinci gedib bunu hesablasın, sonra gəlib biri buna bölsün. Və bizə nə lazım idi? Bunların hamısının cəmi lazım idi bu ifadələrin, düzdür? Elə bir for nə rolunu oynadı? Gedib bir-bir bu ifadələri hesabladı, düzdür? Hamısını bir-bir hesabladı. Bir dənə də mən double götürürəm. 0-a bərabər olsun cəmimiz. Cəmin üzərinə hər zaman x-i gəlirim. Artıq cəmim hazırdır. Mənə deyir ki, 6 işarə dəqiqliyi ilə çıxışa ver. Yəni 6 işarəlicə yuvarlaqlaşdır, çıxışa ver. Necə eləyə bilərik onu? Ədəd necə yuvarlaqlaşdırılır? Siyahut precision. Aha. 6. Sonra? Siyahut. Fixed. Cəm. Aha, все. İndi baxaq. Məsələn, yazaq 5. Getdi, oradakı ədəd verdi. Aydın oldu? Bəli. Yəni, bunu niyə forla elədiyi aydın oldu bu ifadəni? Bəli. Tamam. Bir dənə də gəl buna baxaq. Ya da buna başını qarışdırmayaq. Buna gələn dərs özünə evdə baxarsan, alınmasa burada baxar. Bax, bu M sualın şərtini oxuyarsan, şərti biraz qəlizdir. Sadəcə çalışarsan, məsələnin şərtini sadəcə anla, tamam? Bəlkə də yazasın, yəni. Amma anlamağa çalış birinci məsələnin şərti. Çünki bizim üçün məsələnin şərtini başa düşmək önəmlidir. Yəni, onu zamanla öyrənməliyik. Mərd dəli, 2 dəli alim olur, yoxsa? Harda? Burada? Çox mərd scientist. Hə, elə bir şey. Yəni, belə evil da, yəni düşmən kimi bir şey. Elə bir alimlər olur. İndi arxasını oxuyarsan, əslində maraqlı bir sualdır. Oxuyarsan, sadəcə baş düşməsən, dərsdə zaten baxacaq o sualı. Oldu. Bax, deməli, evdə nə edirsən? Gelsən birinci loop 1-ə. Buradakı mütləq və mütləq bu boşluqlarını bağlayırsan mütləq, tamam? Bağladığın an nəsə alınmırsa, həmin an yazırsan. Bu birinci ev tapşırığı kimi mənə WhatsApp-dan yazmaq, əgər nəsə alınmalıdırsa. Gördün ki, burada bir problemin yoxdur. Buranı tam yazdın, bitirdin. Gəlirsən loop 2-yə.
Loop 2-də də əgər Loop 1-i bitirmisənsə, Loop 2 sənin üçün olacaq uşaq oyuncağı. Yəni bunlar daha rahatdır hətta. Yəni Loop 1-dəkilər rahatlıqla yazmısansa, Loop 2-də heç bir çətinliyin olmayacaq. Ümumən bax, yəni sadəcə for ilə while dediyim kimi çətin gözündən baxma. Yəni sadəcə nə isə fırlanır da elə bil. Sən o təkrarlanmanı görürsən və onu istifadə edirsən. Yəni for ilə while durmadan fırlanır. Elə düşün sadəcə, elə yadında saxla. Bir də əsas yadında saxlamalı olduğun şey bu ədədin rəqəmlərinə necə baxdığımızdır. Yəni bax bunu demək istəyirəm. While sağ. N bərabər deyilsə 0-a, n faiz 10, hər zaman da n-i 10-a bölürsən. Çünki bax bu hər zaman kiçik belə bir sualla belə imенно bu proses adamın qabağına çıxır. Yəni n ədədinin rəqəmlərinə baxmaq hər zaman qabağına çıxacaq sənin. Ona görə yəni bunu artıq belə gözüyumlu yazacaq səviyyədə başa düş və yəni məntiqin sadəcə başa düş. Yəni unuda bilərsən. Sadəcə məntiqin başa düş ki, mən burada niyə faiz eləyirəm? Mən burada niyə bölürəm və niyə bu prosesi n0 olmayana qədər davam elətdirirəm? Tamam? Bu dərsin də rekorduna bax. Bundan əvvəlki dərsin rekorduna da bir də bax. Yəni gələn dərsə loopu daha çox anlayışın olsun. Ondan sonra nəsə boşluğun varsa, onları da bağlayaq, loopumuz olsun mükəmməl. Bir saniyə. Demək, gələn səfər loop 3 yaxşı olacaq, o heç. Break ilə continue bəs. Onlarla məncə aran yaxşıdır. Bəli. Tamam. Çətinliyi məncə bəzi şeylərdə var idi. O hasil, cəmi tapmaq, ədədin rəqəmlərinə baxmaq. Okey, onları dediyim kimi bir də bax. Biraz da özün bax elə bil. Məncə bilirsən. Məncə, yəni dərsin əvvəlindən daha yaxşıdır məncə indiki. Yəni məsələn bu sualları məncə yaza biləcək kapasitədəsən. Düzdür? Düz təxmin edirəm, yoxsa səhv təxmin edirəm? Düz təxmin edirəm. Tamam. Okey, loop 1, loop 2 evəm. Başqa nə deyəcəkdim sənə? Okey, yəni baxdığımız suallara bir də baxırıq belə. Gör hansın, bir də təkrar bax ehtiyac duyursan izahına. Məsələn, belə bir sual var idi. Kvadratlar və kubları vermək. Okeydi bunlar. Bəli, var mı nədirəm? Aha. Forla da eləyə bilərsən. Sadəcə sən hətta yazmışdın bunun kodunu. Problem nə idi? Burada. Orada bir də in-minus. Aha, bir də bu intləri long eləyirsən. U-ya baxaq. U məncə okeydir. Çünki 3 dənəsinə baxdıq bunu. Yəni sadəcə gedirsən, nə edirsən? N-in rəqəmlərinə bir-bir baxırsan. Hansı son faiz ikisi 0-a bərabər deyilsə, sayı nə edirsən? Artırırsan. Və sayıda çıxışa verirsən. T tərsdən çıxışa vermək. Getdiyi hər dəfəsində nə elədik tərsdən tapanda ədədi? While-la verdilər. Aha, siyahıda nələri verdik hər dəfəsində? Siyahıda bilin, hələ o T-ni verdik. T-ni? Ya, elə bir nətə deyim? Hayda, başladım. Həyəcanlanma. Sənin son rəqəmin nəyə bildirirdi? Hansı? Yəni də istədiyin dəyişən olsun. Əsas nədir? Son rəqəmi çıxışa verirsən. Düzdür? O n faiz onu çıxışa verirsən. Yəni ona görə n faiz 10 əsas bizim son rəqəmimizi tapmaq prosesidir. Okey. Başqa nəsə sualın var? Bəs belə ümumi loopdan və yaxud da əvvəlki dərslərdən? Yoxdur. 100%. Eləyə bildiyimi eləyərəm, hamısını eləyəmədiyimi. Okey, bax eləyə bilmədiyini məsələn də gördüyün çox yoxladın hansısınsa və baxırsan ki, bax məsələn burada bu sual var, məsələn bax bu sual. Bu sualı bir dəfə yazsan, digəri artıq asandır. Çünki bir-birinin oxşardır. Gördün ki, artıq elə tipli sual var. Yəni bir sualı yazmaqla o biriləri də yaza bilərsənsə, bax həmin anda yaz mənə. Yəni gələn dərsə həmin şeyi saxlama. Çünki bax sən bir dənə bu sualı yazmaqla bunu da yazarsan, bunu da, bir də bunu da və bunu da. Bunlar hamısı bir-birinə oxşardır.
Tamam, ona görə yəni hamısını gələn dərsi saxlama. Həm evdə özün baxanda, mən evdə deyəndən sonra sən təzədən baxanda o daha yaxşı oturur. Nəinki dərsdə dediyimiz an ilk dəfə işləndə, tamam? Ona görə mütləq hamısını dərsi saxlama. Çalış WhatsApp-da mütəmadi olaraq yazasan. Yəni sən məsələn bir listə olaraq yaz, məsələn, filan şey elədim, kodunu at. Nə bilim məsələn də bayaq məsələn bura bir kod yazdın, məsələn bunu. Düzdür? Yarımçıq idi, hə? Amma sən bunu at ki, müəllim, bəs mən bu suala bura qədər gəldim, amma arxasını bilmirəm nə edeyim. Sizcə nə edə bilərəm? Tamam? Yəni sən əsas kodu yaz bir hissəsinə qədər. Ondan sonra onların şəkillərini at mənə. Yaz ki, M sualı loop 2-dən. Müəllim, bunu yazdım, arxasına kömək eləyin. Mən yazacağam sənə, tamam? Yəni yazmaqdan çəkinmə. Çalış çox tez-tez yazasan mənə. Yəni gələn dərsi hamısı dərsə yığılanda o yaxşı bir metodika deyil. Yəni sən mənə denən, mən elə orada deyim, həmin şeyi orada bağlayaq. Gələn səfər artıq onlarda yenə boşluq olanda artıq sən onu ikinci səfər baxmış olasın. Ondan sonra daha yaxşı başa düşəsən həmin şeyi. Ona görə dediyim kimi, ev tapşırığından elə biri də mənə yazmaqdır. Yəni mən gözləyəcəm ki, Amin mənə mesaj yazsın. Tamam. Yaxşı. Okey. Yavaş-yavaş yekunlaşdıra bilərik. Bu dərsin elə videosunu yükləyirəm. Baxarsan. Nə sual olsa dediyim kimi mütləq yaz. Oldu. Tamam. İnşallah gələn dərs görüşərik. Oldu, sağ ol. Sağ ol.